Değer funksiya qeyri-müəyyən integral. Görək buradan nələri vermişsiniz integraldan? Vermişsiniz n tezi. N tezi 14 və 17 görürəm. 14 və 17. Bunlardan tez görmədim. 14, 17. 14-cü sual. Böyük fx funksiyası balaca fx'in ibtidai funksiyasıdır. İstəyirsən bəzən uşaqlar bu ibtidai funksiyası sözündə çaşır. İbtidai funksiya yəni integralıdır da. İntegralıdır. İbtidai funksiya bu deməkdir. Böyük fx balaca fx'in integralıdır. Yəni balaca fx'in integralını tap elə. 6x minus 4 dx. İntegralı tapırsan, əslində belə eləməlisən də. Burada belə eləyək də, ayrı-ayrı yazsan, 6x dx çıxılsın 4 dx. 6'nı atırsan çölə, sabit ədədi limitdə integralda törəmədə, hər zaman çölə atır. Bu x'i bir vahid artırırsan dərəcəsini, bölürsən artırdığını. Çıxırsan, nəyin törəməsi 4 edir? Bu şifahi məlumatdır, 4x. Qeyri-müəyyən integral olduğuna görə, yəni sərhədlər olmadığına görə, bura bir dənə plus c yazırsın. Ha, burada olur 3x'in kvadratı çıxılsın 4x, üzərinə gəlsin c. Bu şəkildə olur. İndi adamın bizə verdiyi, bura baxın, f2 mənfi 3'ə bərabərdir. Yəni funksiyada 2 gətirib yerinə qoyursan, 3 vurulsun 2'nin kvadratı çıxılsın 4 vurulsun 2 üstünə gəlsin c. Bu bərabərdir mənfi 3'ə. Buraya eləyir bizdə 12 çıxılsın 8 plus c bərabərdir mənfi 3'ə. C bərabərdir mənfi 7'yə. 4, mənfi 7'yə. Deməli bizim bu fx'imiz bərabər oldu. 3x'in kvadratı çıxılsın 4x, c'ni də tapdıq mənfi 7. Adam bizdən f1'i soruşur. F1'i soruşduğu üçün gətirib 1 qoyaq da yerinə. 1 qoyaq yerinə. 3 minus 4 minus 7 eləyər mənfi 8. Lailə sənin sualını deyəsən. Bax hələ. Bəli, mənim aydındır. Arxasınca gəlir 17'ni verirsiniz. 17 dostlar. Deməli 17-ci sual. Əvvəlcə şagird düsturları bilməlidir. Bizdə hasildən cəmə keçmə düsturları var. Hasildən cəmə. Hasildən cəmə keçmə düsturları 1. Sinus alfa vurulsun sinus beta. 2. Sinus alfa vurulsun kosinus beta. 3. Kosinus alfa vurulsun kosinus beta. Bakın sinus alfa vurulsun sinus beta. Bunu yadda saxlamaq istəyirsənsə, sinuslara mənfidir, kosinusa müsbətdir. Mənfini mənfiyə vuranda zaten mənfini mənfiyə vuranda müsbət edir. Deməli cavab kosinusla olacaq. Sadəcə 2 mənfi olanda ortada mənfi olur. Sadəcə yadda saxlamağın yoludur da. Mənfini müsbətə vurursan mənfi eləyir. Yəni cavab sinusla olacaq. Sinus alfa minus beta. Üstünə sinus alfa minus beta. Müsbəti müsbətə vursa müsbət edir. Yəni cavab kosinusla olacaq. Cavab. Bura belə, bunu hamı bilməlidir düsturu. İndi gəlin keçək tətbiq edir. Bunun ibtidai funksiyasını tap. İntegral kosinus x vurulsun kosinus 3x. İntegral bu üçüncüyə aiddir bizdə. Kosinus x vurulsun bura. 2'də 1. Kosinus alfa minus beta. Kosinus x'dən 3x çıxırsan. Zaten yeganə trigonometrik funksiya kosinusdur ki, məsələn, kosinus mənfi x ilə kosinus x deməkdir. Yəni, cüt funksiyadır, mənfini odur. Yəni, x-dən 3x çıxdın, mənfi yazmağa ehtiyac yoxdur. Zaten mənfini odur. Kosinus 2x yazdın, bəs edir.
Üstüne gelinsin kosinus 4x. Buradan 2'də 1'i atırsan çölə. Sabit ədədi atırsan çölə. Sanki yoxmuş kimi davran. Nəyin törəməsi kosinus 2x edir? Sinus 2x x'in əmsalına bölürük. Bölünsün ki. Nəyin törəməsi kosinus 4x edir? Sinus 4x x'in əmsalına bölürük. Yəni 4. Üstünə də bir dənə c gəlir. Olur bizdə 4'də 1 sinus 2x. Üstüne gelsin 8'də 1 sinus 4x. Üzerine gelsin c. Bu da kimlerin sualısa 17 nömrəli sual baksınlar. Başa düşdüm mən. Nurlanındır bakın. Aydındır müəllim. Aha. Ha. 15. sual qalır. Yo 13 növbəti nömrədə verdilər. 17 24 21. Yox, o da növbəti bölmədəndir. Bu bölmədən 23 gördüm mən tez. 23. Funksiyasının qrafikinin 0, 3 nöqtəsindən keçən ibtidai funksiyasını tap. Yazırsan integral y'nin üstündə x, üzerine yazsın 3x. Nəyin törəməsi y üstündə x edir? Elə y üstündə x'in. Nəyin törəməsi 3x edir? Burada nə edirsən? 3'ü atırsan çölə. X'in üstündə ədəd var. X'in üstündə 1 var. 1 vayda artırırsan. Üstündə nə yaranırsa bölürsən onu. Bir də üstündən c gəlirsən. Qeyri-müəyyən olduğuna görə. Oldu belə. Oldu belə. Deyir 0-3 nöqtəsindən keçən. 0-3'dən keçir. Gətir qoy da yerinə. 0-3 qoy. X'in yerinə 0 qoy. Y'nin üstündə 0. Üstünə gəlinsin. 3 vurulsun. 0'ın kvadratı bölünsün 2 plus c. Bu bərabərdə 3'ə. Yəni 0-3 nöqtəsindən keçir. Funksiyalarda bilirsən axı. Nöqtəsindən keçir, üzərindədir, aiddir, gətirib neyinirsən? Yerinə yazırsan. 0-3 nöqtəsindən keçir. Burası 0'dır. Y üstündə 0 zaten 1 edir. 1 plus c bərabərdir 3'ə, c bərabərdir 2'yə. C'ni taparıq 2. C'miz elədi 2. Oldu. Y üstü x, 3x kvadratı bölü 2 plus 2. Yəni bizdə oldu var. Yəni. %23 dünya sənin də gör başa düşdün. Bəli, mən başa düşdüm. Mən orada əslində 3'ü 2'ni tapmışdım, sonra 3'ü yazmışım. Ona görə səhv çıxıb. 23 sonra burada ne görmüştük? Yok o 42'ymiş onu 24 kim okuduk. 24 görmüştü diyesen. 23 yok yoktu. 27 var. Uşaqlar suallarınıza bir özünüz baxın ha. Mən nəyisə unudum gedə bilərəm. 27'ni vermişsiniz. %27'ni vermişsiniz. Ve bu düsturu görən kimi bu bizə bir şey xatırladır. Bizdə sinus 2x'in açılışı var. Sinus 2x'in açılışı 2 dənə sinus x vurulsun kosinus x. Sinus 2x'in açılışı budur. Şimdi burada 4 tane sinus 4x, kosinus 4x. 2 vurulsun sinus 8x. Bəli. Burada bu 4'ü parçalamalıdır şagird. 4'ü yazacaq şagird. 2 vurulsun 2 kimi. Buradan da görməlidir ki 2 dənə sinus 4x, kosinus 4x. Bura bizdə hazır düsturdur. Yəni sinus 8x'dir. İntegral sinus 2 qaldı qabaqda. Sinus 8x. 2'ni atırsan çölə. Sanki yoxmuş kimi davran. Nəyin törəməsi sinus 8x edir? Mənfi kosinus 8x bölü 8. 8x bölü 8. Bir dənə də üstünə gəlsin. C'ni yapışdır. Tabiye.
Mənfi 4-də 1 kosinus 8x plus c. Ee, 27-ci sual. 27. Eynur sən də gör başa düşdün. Başa düşdüm müəllim. Bax 28. Eynur mənə kosinus 2 alfanın açılışını deyələ. Kosinus 2 alfa. Nə oldu qardaş? 1 çıxılsın sinüs 2 alfa bölək 2. Ver. Bax kosinus 2 alfanın açılışı olmadığına görə sənin integral problemin yoxdur ki. Trigonometriya problemi var. Dostum, kosinus 2 alfa oyan blokaz qalıb. Kosinus 2 alfa öyrənməliyik. Elə indi öyrən. Kosinus kvadrat alfa çıx sinus kvadrat alfa. Və məsələn kosinus 4 alfa. Bizdə dəqiqə davam ediyor. Hə dostlar, yoldaşlar, davam eləyək. Görək. Hə, harda qalmışdıq? Nə danışırdıq? Yadımdan çıxdı. Kosinus 2 alfanın açılışı. Kosinus kvadratı alfa çıx sinus kvadratı alfa. Buna baxan kimi şagird dərhal hiss eləməli ki, göydə. Hiss eləməli ki, bu kosinus 2 alfadır. Bu kosinus 10x edir. X. Onda nəyin törəməsi kosinus 10x edir? Sinus 10x x-in əmsalına bölürsən. Aydındır. Eynur sənin də 28-də. Aydındır müəllim. Otuz üç. Funksiyasının qrafiki
Pi bir bu noktadan keçən funksiyasını tapın. İptidai funksiyasını tapın. Yəni bunu inteqrallayaq dərhal. Kosinus x dx. Nəyin törəməsi kosinus x-dir? Sinus x plus c-nin. Pi bir noktadan gətir qoy da yerinə. Sinus pi üstünə gəlsin c bərabərdir 1. Sinus pi'lərdə, pikalarda 0 alır. C bərabərdir 1'ə. C 1 olsa deməli sinus x plus 1'dir bu. 33. Lalə bax hələ. Aydındır. 34. Eyni sualdandır. Gəlin baxaq yenə. Mənfi sinus x funksiyasının qrafiki bu nöqtəsindən keçən ibtidai funksiyası. İnteqrallayırsan mənfi sinus x dx. Nəyin törəməsi mənfi sinus x edir? Kosinus x plus c-nin. Bu nöqtədən keçir, gətir qoy yerinə. Kosinus pi üzərinə gəlsin c bərabərdir 1'ə. Kosinus pi'də alır mənfi 1. Mənfi 1 plus c bərabərdir 1'ə. Buradan c bərabərdir 2'yə. Oldu. Kosinus x üzərinə gəlsin 2. Dünya sənindir. Aydındır müəllim. Getdik bu da 34. 33, 37 getdi. 37 daha doğrusu. Otuz yedi. Bizdə integral cədvəlində belə integral vermişik sizə. A üstü x dx nəyin törəməsi A üstündə x-dir? A üstündə x bölünsün ln A plus c. Buradan integral 3 üstü x vurulsun 4'ün üstündə 2x dx. Buradan integral 3 üstündə x vurulsun 16'nın üstündə x dx. Bu da beraberdir 3 vurulsun 16'nın üstündə x dx. Bu da beraberdir 48'in üstündə x dx. Nəyin törəməsi 48 üstündə x edir? Bax bura bax. 48 üstündə x bölünsün ln 48. Üzərinə gəlsin c. Bu da olur 37-ci sual uşaqlar. Bir neçə şagirdin sualıdır. Otuz yedi de getdi. Sonra görə nə var? Nə vermişsiniz? 46'nı gördük. 41, 43, 41, 43, 42, 44, 41, 43. 41'den 44'e de. 41. Funksiyasının qrafikinin bu nöqtəsindən keçən ibtidai funksiyasını tap. Gəlin bunun ibtidai funksiyasını tapaq. 2 dənə kosinus x. Nəyin törəməsi 2 dənə kosinus x edir? Kosinus x deməli 2'ni atıram çölə. Qalır integral kosinus x dx. Nəyin törəməsi kosinus x edir? Sinus x plus c. Sinus x plus c olur. Bir bu nöqtəsindən keçən. Bu nöqtədən keçən. Bu nöqtəni gətirirsən yerinə yazırsan. Yerinə yazırsan. Gətirib yerinə yazar. 2 dənə sinus pi bölü 6. Üzərinə yazsın c bərabərdir 1'ə. Sinus pi bölü 6'da 30 dərəcədə alır 2'də 1. Vurdun 2'ye elədi 1. C də bərabərdir 1. B sıfırlanır. 2 sinus x.
Oldu belə. 42 nömrəli sual. Keçən il birinci qrupların blok imtahanına düşən sualla eyni idi. Fx funksiyasının ibtidai funksiyasının ümumi şəkli hansıdır? Birinci sən fx funksiyasını təyin eləməlisən buradan. Bu bir düz xəttin tənliyidir. Düz xəttin tənliyi y bərabərdir. Kx plus b şəklindədir. Görsənir ki, buradan b neçədir? Mənfi 1'dir. B'miz mənfi 1'dir. Qaldı K'nı təyin eləmək. Biz bilirik ki, bucaq əmsallı K tangens alfaya bərabərdir. Tangens alfanı təyin eləyəsi olsa, bucağın tangensi qarşı katetin bitki katete olan nisbətidir. 1'in 1'ə olan nisbəti K bərabərdir 1. Amma iti bucaqda özdə müsbətdir. Yəni y bərabərdir. Belə oldu tənliyimiz. K'nı yerinə 1 yazsaq, x, b'nin yerinə də mənfi 1 yazsaq belə. X minus 1. İndi deyir bunun ibtidai funksiyasını tap. İntegral x minus 1 dx. Nəyin törəməsi x eləyir? X'in kvadratı bölü 2'nin. Nəyin törəməsi 1 eləyir? X'in üstünə də bir dənə c gəlir. Qaldı ki, bu K'nı birdən təyin eləyə bilməyən şagird olar, səsini çıxartmaz. K'nı ola bilər ki, məsələn, şagird belə təyin eləməyə bacarmır da. Bura 1'dir. B'ni hamı bilir ki, B mənfi 1. B'də sıxıntı yaşamır. Biz K'nın tapılmasında uşaqlarda sıxıntı yaşayırıq adətən. O da ki, ən azından şagird bu düsturu öyrənsə tapa bilər. Y2 çıxılsın Y1 bölünsün X2 çıxılsın X1. Bu nöqtənin koordinatları 1, 0'dır. Bu nöqtənin koordinatları isə 0, mənfi 1. Y2 çıxılsın Y1. Mənfi 1'dən mənfi 1 çıxılsın 0. 0 çıxılsın 1. Buradan da K'nı tapırsan 1. Yəni belə də tapa bilərsən, elə də tapa bilərsən. 42-ci sual kimlərinsə bilsinlər. Aydın müəllim. Aha. Deməli. 42-ci sual. 43 hətta yenisindən bir yenə deyirəm. Blok imtahanına düşmüşdür keçən il. Elə uzaq məsafəyə getməyək. Keçən il blok imtahanına düşən sualdır. Topulda biri var idi bundan. Eyni bənzəri. Bizdə gəldi. İmtahanda bənzəri gəldi, düşdü. Bura 1'dir. Burada mənfi 1'dir. Yazı ibtidai funksiyası da. Y bərabərdir. Kx plus b'dir. Buradakı b. Buradakı b. Y oxunu kəsən nöqtə b'dir. B 1'dir. K'nı tapmaq. K'nı düzdür. Mənim üçün tangens rahatdır. Amma ola bilər kim üçünsə tangens rahat olmasın. Onda o birisi düsturdan istifadə edib tapmalıdır. Bu bucağın tangensi qarşı katetin katet üçbucağın tərəfi olduğuna görə hər zaman müsbət götürürüz. Bura 1'in bitki katete. Bitki katete burada. Bura 1'dir. Yəni üçbucağın tərəfini heç vaxt götürüb mənfi 1 yazma. Bura 1'dir. Tərəf olaraq 1'dir. Tangen sayfa qarşıdakı katetin bitki katete olan nisbəti. Eləyər 1. İşarəsini təyin eləmək istəyirsənsə, bax da gör iti bucaqdırsa müsbətdir. Deməli burada y bərabərdir. K 1'dir deyə oldu. X plus 1. Bunun da ibtidai funksiyasını tap. İntegral x plus 1 dx. Nəyin törəməsi x eləyir? 1 vahidi artırırsan, bölürsən artırdığına. Nəyin törəməsi 1 eləyir? X'in törəməsi bir də üstünə gəlinsin c. Və bu da 43-cü sual. Təkrar eynisindən yazdım ki, başa düşəsiniz. Qırx dörd də verilir bizə. 44-cü sual. Hə, bu sual da hər zaman verilir, inşallah. Bilməm, keçən dəfə izah elədim mən bunu.
Yoxsa eləmədim. Etmişim. Beş dənə f iştirik x bərabərdir 4 dənə fx. Funksiyalardan hansı fx'in ibtidai funksiyasıdır? Baxın, gəlin bir şey dərk eləyək ki, sizlə. Buna aid sual da var burada. Buna aid sual da var. Bir şey deyək ki, sizə. Məsələn, fx funksiyası bərabərdir x-in kvadratına. Bunun törəməsi bizdə eləyəcək f iştirik x. Bunun törəməsi eləyəcək bizdə 2x. Bizə sual verirlər. Buna bax. Bizə sual verir ki, integral f iştirik x nəyə bərabərdir? İntegral f iştirik x 2x. Nəyin törəməsi 2x eləyir? Fx'in x kvadratını. Fikir verirsiniz. X kvadratı özü nədir? Fx. Yəni, baba, bir daha bunu dərk elə. İntegral f iştirik x elə nəyə bərabərdir? Fx'in özünə. Niyə müəllim? Yazdım, baba, görsədirəm sən. Sənə bir funksiya yazıram. Fx bərabərdir x kvadratı. Törəməsini yazıram 2x. Yazıram integral f iştirik x. İntegral 2x dx. Ha, nəyin törəməsi 2x eləyir? X kvadratını. Yenə də fx'in özünü verir. İntegral f iştirik x elə fx'ə bərabər. İntegral f iştirik x elə fx'ə bərabər. Aydındır hocam. İndi gəlin burada məsələ, bu məsələni həll edək. Bu sənə bir nəzəriyyə faktı verdi. Gəlin məsələni həll edək. Buradan fx'i tap. Fx bərabərdir 5 dənə f iştirik x bölünsün 4. Bunu bizə özləri veriblər. Yəni bu sualın özündə bunu veriblər bizə. Sualın özündə bunu veriblər bizə. Yazır ki, funksiyalardan hansı fx'in ibtidai funksiyasıdır? Gəlin fx'in ibtidai funksiyasını tapaq. Fx'in ibtidai funksiyasını tapaq. Fx bu deyil. Qəti qoyda yerinə. Fx'in yerinə bunu qoy. 5 bölü 4 f iştirik x. Sabit ədədi çölə atırsan, qalır burada integral f iştirik x dx. Uşaqlar, integral f iştirik x bayaqdan sözümün canı buraydı. İntegral f iştirik x nəyə bərabərdir? Fx'ə. Fx'ə. Bir dənə də üstünə c gəlirsən. C müsbət 3 də ola bilər, mənfi 3 də ola bilər və s. Elə axırda, yəni ola bilər bu. Aydındır hocam. Orada mənfi 3 də ola bilməz. Məsələn, tutaq ki, C mənfi 3-dür. Ola bilər, hər şey ola bilər. Onda niyə A-nı yazmırıq? Aynen senin fərqi var. A, senin 5'te 4'tü, bu 4'te 5'ti. Hə, doğrudan ona fikir vermədim. Mənim səsim gəlir. Səsin indi gəlir. Nəsə demək istəyirsən de. Yox, mənim. Yəqin bayaqdan danışmısan, eşitməmişəm. Yəni gəlməyib də səs. İndi eşitdim. 4. 44 də sual vermişsiniz, yazdı. Qırxaltını veribsiniz. Müəllim 46 bir dənə məndədirsə, onu başa salmayın, başa düşdüm. Hə, bir dənə səndə idi. Deməli. 46. Sonra 40'larda bitdi. 50'lərə keçək.
47'ni veren var. Yok, 47'ni gördük ki aşağıda yazılır. 47. İki dənə bura bax, bura bax, bura bax. Bura baxan kimi şagird düstur olduğunu görməlidir. Yəni bunun düstur olduğunu görməlisən. Dərhal nəyə oxşadıram bunu? Sinus 2 alfa. Sinus 2 alfanın açılışı nədir? 2 sinus alfa kosinus. Amma bunun ikisi yox. Yəni burada durub 2'ni yazmalısan. 2'ni verirsən buna, bir də bölürsən. Ha, bura bizdə düstur edir. 2 sinus 3x kosinus 3x. Bura bizdə düstur edir. Bura bizdə edir sinus 6x. Sinus 6x vurulsun kosinus 6x. Bu da bizdə düsturdur. Amma nəyi çatmır bunun? İkisi çatmır. Sürətə vurdum məxrəzə. Ha, 2 sinus 6x kosinus 6x. Burada bizdə düsturdur. İntegral 4'te 1 sinus 13x. 4'te 1'i atıram çölə. Sinus 12x dx. Nəyin törəməsi sinus 12x edir? Mənfi kosinus 12x bölünsün 12. Üstünə yazsın C. Mənfi 48'də 1 kosinus 12x plus C. Bizə dəqiqə gəldi. Hə, səsimiz açıqdır onsuz da. Ümid eləyək ki, bunu başa düşdünüz. 47 getdi. Sonra yox, 47 desən növbəti bölmədən vermişlər. Bilmədik ki, kimin deyil. Gəldi uşaqlar, sonra bir də mən kömək edeyim buradan. Görüm neçəni vermişsiniz? 52'ni vermişsiniz. 52. 47, 52. 52 də bundandır. İndi yazımlandı. Amma yenə də yazaq. Yenə də yazaq. Sinus 4x görürsən ki, bunun nəyi çatmır? İkisi çatmır da. 2'ni verirsən buna, bir də 2'yə bölürsən.
2 sinus 4x kosinus 4x. Buraya eləyir bizdə sinus 8x. Sinus 8x, kosinus 8x. Bunun nəyi çatmır? İkisi çatmır. 2'ni verdim bunu. 2 sinus 8x, kosinus 8x. Buraya eləyir bizdə sinus 16x. 4'te 1 atıram çölə. Nəyin törəməsi sinus 16x eləyir? Mənfi kosinus 16x bölünsün 16. Üstünə bir dənə də c gəlir. Mənfi 64'te 1 kosinus 16x plus c. Bu 52-ci sual. Ümid eləyək ki, şagird başa düşür biz nə danışırıq. 52 Eynur səndir. Aydındır müəllim. Elli altını gördük. Fx beraberdir sinus kvadratı x funksiyasının grafiki 0-1 nöqtəsindən keçən ibtidai funksiyasında. Sinus kvadratı x. Təbii ki, burada nəyin törəməsi sinus kvadratı x-dir? Bunu tapa bilməyəcəksən belə. Amma dərəcə azalma düsturunu bilsən, çox rahat gedəcək. Bizdə sinusun dərəcə azalması var ki, hamı bilməlidir. 1 çıx kosinus 2x bölü 2'dir. Kosinusun dərəcə azalması 1 plus kosinus 2x bölü 2'dir. Sinusun dərəcə azalmasını tətbiq edək. 1 çıxılsın kosinus 2x bölü 2. Buradan 2'də 1'i çıxartdım çölə. Burada qaldı integral 1 çıxılsın kosinus 2x dx. 2'də 1'i attım çölə. Nəyin törəməsi 1'dir? X'in. Nəyin törəməsi kosinus 2x'dir? Sinus 2x bölünsün 2. Üstünə bir də c. Adam deyir ki 0-1 nöqtəsindən keçən. Gətirək qoyaq yerinə. X'in yerinə 0 yazaq. 2'də 1 0 çıxılsın. Bura 0 yazsın 0 eləyər. Plus c. Bərabərdir 1. C bərabərdir 1'ə. C'miz 1'imdir. Onda 2'də 1 x çıxılsın. 4'te 1 sinus 2x plus 1. D variantı. 56. Nurlan səndir. Aydındır müəllim. Elli altı, 59. Deməli dostlar, kosinusun dərəcə azalması belə idi. Kosinus kvadratı x bərabər idi. 1 plus kosinus 2x bölünsün 2. Buradan çarpaz vursaq 1 üzərinə gəlsin kosinus 2x bərabərdir 2 dənə kosinus kvadratı x. Düzdürmü? İndi buradan bəs 1 plus məsələn kosinus 4x nəyə bərabərdir? 2 dənə kosinus kvadratı 2x. Bəs 1 plus kosinus x nəyə bərabərdir? 2 dənə kosinus kvadratı Kosinus kvadratı x bölü bölü 2. 2 dənə kosinus kvadratı x bölü 2. Buna bərabərdir. Şimdi burada bunu tətbiq edəyək. Gəlin. İntegral 8 bölünsün 1 plus kosinus x. İntegral 8 bölünsün 1 plus kosinus x'in yerinə 2 dənə kosinus kvadratı 2 dənə kosinus kvadratı x bölü 2 yazarım. Onda 8 ilə 2 gedər, burada qalar 4 bölünsün kosinus kvadratı x bölü 2. 4'ü ataram çölə, burada qalar 1 bölünsün kosinus kvadratı x bölü 2. Bu da bizim bildiyimiz məlumatdır da. Nəyin törəməsi 1 bölünsün kosinus kvadratı x bölü 2'dir? Ha, uşaqlar. Nəyin törəməsi 1 bölünsün kosinus x? Kotangens. Tangensi. Tangensin kotangensi.
Tangens değil. Tangensi. Tangens x bölü 2. Bundan bitmədi də bir də nəyin əmsalına bölmək lazımdır? 2'de 1. 2'də 1'ə. Bu 2 də qalxır dəyər buna. Olur 8 dənə tangens x bölü 2 plus c. Tamam. Tangens x'in törəməsi 1 bölünsün kosinus kvadratı x'dir. Yadda necə saxla, qarışdırma. Tangensin məxrəcində nə yerləşir? Onu yazacaqsın. Kotangensin törəməsi isə, kotangens x'in törəməsi. Mənfi 1 bölünsün sinus kvadratı x. Mənfi 1 bölünsün sinus kvadratı x. Beləcə yazacaqsın, yadında qalacaq. Alo. Salam. Bəli, bəli. Hazırda dəstəyim mən. Siz yazımı cavab verər misiniz? İbad sənindir dədə. Gör başa düşdün. Aydın da oydu. Yarım argument, yarım argument, yarım argument. Bak bir çık kosinus x'in yerine ne yazacaksan Aybad? 2 sinüs kvadratı x olur. X bölü 2 daha doğru. Ay soru. 2 sinüs kvadratı x bölü 2. Çünkü sen sinusun derece azalmasını bilirsen de sinüs kvadratı x'in derece azalması 1 çık kosinus 2x bölü 2 değil. Buradan 1 çık kosinus 2x beraberdir 2 tane sinüs kvadratı x. Bəs 1 çık kosinus x neye beraberdir? 2 tane sinüs kvadratı x bölü 2. Ha onda tətbiq edək. İntegral 12 bölünsün. 1 minus kosinus x'in yerine bunu yazar. 2 tane sinüs kvadratı x bölü 2. 12'den 2 getdi 6. 6'nı sonra çıxartdım. Burada qaldı integral. 1 bölünsün sinüs kvadratı x bölü 2 dx. Ha nəyin törəməsi 1 bölünsün sinüs kvadratı x edir? Mənfi 6 dənə kotangens x bölü 2'ni bir de neye bölməlisən? X'in əmsalına. 2'də 1'ə bölürsün. Bir de x'in əmsalına bölürsün. 2'də 1'ə. Bu da edir mənfi 12 dənə kotangens x bölü 2. Bu da belə 60 da dedik. Getdi. Sonra nə vermişsiniz? 61'i də veribsiz. 61'ə baxalım. Qalar. İptidai funksiyaların ümumi şəklini tapın. Bunların iptidai funksiyasını tapanmışdan qabaq biz burada bir gözəlləşdirmə işləri görək. 5 ilə 5 getdi. Burada qaldı loqaritma 3'dən 9. Loqaritma 3'dən 9 bilirsiniz də bizdə nəyə bərabərdir? 2'yə bərabərdir. 2. Oldu tangens kvadratı x plus kotangens kvadratı x. Üzerine gelsin 2. 2'ni de parsal dinamda 1 plus 1 kimi. Ve buradan nəzərə al ki, bizde əsas trigonometri yeniliklər var. 1 plus kotangens kvadratı x nəyə bərabərdir? 1 bölünsün. Kotangensin məxrəcində nə yerləşir? Sinus yoxsa kosinus? Sinus. Onda 1 bölünsün sinus kvadratı x. Üstüne yazın. 1 plus tangens kvadratı x bizde neyi verir? 1 böl kosinus 1 bölü kvadratı. kvadrat. Evet. Şimdi deyir bunun iptidai funksiyasını tap. İntegralını tap yani. 1 bölünsün sinus kvadratı x plus 1 bölünsün kosinus kvadratı x dx. Şimdi neyin törəməsi 1 bölünsün sinus kvadratı x eləyir? Neyin məxrəcində sinus x var bir dənə düşün elə. Mənfi kotangens x. Mənfi kotangens x. Neyin törəməsi 1 bölünsün kosinus kvadratı x edir?
Tangent. Tangens x. Bir dənə də plus C. Aydındır müəllim. Bu da getdi 61'i vermişdiniz. O da getdi yazdı. 68'i gördüm. Ondan qabaq görmədim. 68 gördüm. Altmış səkkiz gördük uşaqlar. 68. Aha. Sinus kubu x, bu biraz sadələşdirmək lazımdır. Məsələn, elə birincini biraz sadələşdirirsən. Sinus kubu x çıxılsın kosinus kubu x. Təbii ki, kub dusturu ilə açırsan. Sinus x minus kosinus x olacaq birincinin kvadratı sinus kvadratı x. Üstünə gəlsin birinci ilə ikincinin hasili sinus x kosinus x. Plus kosinus kvadratı x kub dusturu ilə açdın. Bölünsün 1 plus sinus x kosinus x. Bu da dx. Təbii ki, bura bizdə 1 plus sinus x kosinus x 1 plus, çünki bura 1 eləyir x'i. Bununla bu gedir. İntegral sinus x çıxılsın kosinus x dx. Qaldı belə. Nəyin törəməsi sinus x edir? Mənfi kosinus x-in. Nəyin törəməsi kosinus x edir? Sinus x-in. Bir də üstünə gəlirsən c-ni. 1'ə uyğundur B variantı. Get bölüşün. Gəldi ikinciyə baxırıq. İkincidə 2 üzərinə gəlsin sinus kvadratı x bölünsün sinus kvadratı x dx. Ayrı-ayrı məsləhətdir ki, bunun kəsir formasında yazaq. Yazaq bunu 2 bölünsün sinus kvadratı x. Üstünə gəlinsin sinus kvadratına böləndə 1. Nəyin törəməsi 2 bölünsün sinus kvadratı x eləyir? 2'ni atarım çölə. Nəyin törəməsi 1 bölünsün sinus kvadratı x eləyir? Mənfi Kotangens. kotangens kvadrat. Mənfisi ilə də, hə? Mənfi kotangens x. Nəyin törəməsi 1 eləyir? X-in. Bir də üstünə gəlsin c. 2'ye uyğundur c variantı. C. Üçüncünü də elə yerindəcə ayrı-ayrı iki kəsir formasında yazaq. 2 bölünsün kosinus kvadratı x üzərinə gəlsin 1. İçine attım çölə. Nəyin törəməsi 1 bölünsün kosinus kvadratı x eləyir? Tangens x. Plus 1 x plus c. Şöyle bunlar variant. Bu da 68. sual uşaqlar. Sizin verdiğiniz. Aydındır. Sonra vermişsiniz 71, 72, 73. 71, 72, 73'ü vermişsiniz. 71. sual. İbtidai funksiyasını tap. Yenə də dərəcə azalma düsturları falan filandan istifadə edəcəyik. Bunlardan istifadə edəcəyik. Biz axtarmalıyıq burada kotangens kvadratı x. İntegral kotangens kvadratı x. Görək biz bunu necə yazarıq? İntegral kotangens kvadratı x. Kotangens hesab elə ki, hə, necə tapaq bunu? Təklif edirsiniz. Kotangens kvadratı x-i kosinus kvadratı x böl sinus kvadratı x kimi Bəli. açaq, sonra u böl bunun v-nin törəməsi. Törəməsi nədir? Bu integralda axı. U bölünün integralı Törəmə tap. yox, integral. Deyirsən Müəllim, ki, burada mənfi 1 bölsünüz kvadrat x yazmaq olar. kotangens x-in yerinə nə yazaram? Yaxınlaşdın, qəşəng gəlirsən. Dedi. Mənfi 1 bölsünüz kvadrat x. 1 çıxılsın 1 böl sinus Ay, kvadratı. yaşa. Ay, yaşa. Onu istəyirdim ki, onu qaytarasın. Kotangens kvadratı x. X. Baxın, sənin əlində bu var da. 1 plus kotangens kvadratı x nəyə bərabərdir? 1 bölünsün nəyə? Sinus kvadratı x. Sinus kvadratı x. İndi sənin qabağına kotangens kvadratı x çıxır.
1 bölünsün sinüs kvadratı x çıx 1 yaz da. Dostumuz bunu deyir ki, deyir bunu yazaq. Ən yaxşı variant deyərdim ki, budur. Çıx 1 yazaq yerinə. Tutardı getdi. Bax, məsələn, bunu yazdım, bitdi də. Söv. Bunu yazdım, bitti. Nəyin törəməsi 1 bölünsün sinüs kvadratı x edir? Mənfi kotangens x'i. Nəyin törəməsi 1 edir? X'i. Bir dənə də üstünə c. Söv. 1'ə onda y var ya. Razılaşırsınız uşaqlar. İndi digər şagirdlərin versiyalarını eşitdim. Mənim ürəyimdən keçən buydu deyə. Sadət mənim ürəyimdən keçəni oxudu. Ona görə ürəyimə yatdı. Bunu dərhal izah elədim. İndi digər şagirdlərin versiyaları varsa dinləyə bilər. Görək hara kimi gedə bilər ki ondan. Məsələn, təklif edirsiniz ki, dərəcəni azaldaq. Falan eləyən. Amma nəzərə alın ki, onların hamısının söykənəcəyi yer, son mənzil buradır. Bura gələk çıxın. Düzdür, bu dəyişənin əvəz edilmə üsulu var. Bunu dx-in daxilinə atmaq, dostlar, dx-in daxilinə atmaq. Amma biz onu sizə deməmişik də, yəni onu kesməmişik. Bu başqa cür yazma olardı, razıyam. Amma biz onu kesməmişik. Ona görə ən əlverişli yol məndə budur, deyə düşünürəm. İndi gəldik bura. 1 çıxılsın kosinus kvadratı x. İntegral 1 çıxılsın kosinus kvadratı x. Tamam, bunu hamı bilir ki, 1 çıxılsın kosinus kvadratı x nəyə bərabərdir? Sinus kvadratı x. İndi sinus kvadratı x'in integralını necə hesablayaq? Dərəcəni azaldarıq Bəli, birinci. dərəcəni azaldarıq. 1 çıxılsın kosinus 2x bölü 2. 2'də 1 atıram çölə. 2'də 1 attım. Nəyin törəməsi 1 eləyir? X'in. Nəyin törəməsi kosinus 2x eləyir? Sinus 2x bölü 2'nin. Bir dənə də üstünə c gəl. Görək hansı variantdır bu? 2'də 1 x minus 4'də 1 sinus 2x plus c. B variantı. Bu da c. B variantı getdi. Gəldi bura. Bu hazırdır. Sinus 2x deməkdir. Nəyin törəməsi sinus 2x eləyir? Mənfi kosinus 2x bölü 2. Daha da getdi. Burada onun c variantı. Sual varsa verilir. Qaranlıq məqam varsa deyil. Yetmiş bir, 72'ni vermişsiniz. Funksiyasının, iptidai funksiyasının qrafiki. Bunun iptidai funksiyasını tapaq da. Nəyin törəməsi 1 bölünsün 2 kök altında x eləyir? Kök altında x. Kök altında x'in. Nəyin törəməsi 1 eləyir? X'in plus c. Yazıb ki, kök altında x plus c olmalı. Bak, kök altında x minus x olan versiyaları sil də. Plus x olmalıdır. Bunları sil. Zaten bunlar siyahıda yox. İndi yazın məsələn birincidə 1, 2-dən keçən. 1, 2 ver də yerinə. 1 plus c bərabərdir 2. C bərabərdir 0'a. C'si olmasın. Kök altında x plus x olsun. Onda 1'e onda d var ya. 2'də 4 verirsən. 4 verəndə 4 alınır. 4 ver. Kökdə 4. 2 plus 4 plus c bərabərdir 4'a. Onda c bərabərdir mənfi 2. C bərabərdir mənfi 2. 2'ye uyğundur a. Getdi. 9 verəndə 11 alınır. 9 verək buna. 3 plus 9 plus c bərabərdir 11'a. C də bərabərdir mənfi 1'a. Abla durumdur c. Beləliklə bu da 72-ci sual. Aydındır mən. Bir dənə də Lalə 73'ü verib bizə. Onu da izah eləyək. Bu bölmə bitsin, getsin dayı.
Funksiyasının 1-5 nöqtəsindən keçən iptidai funksiyasını tap. Birinci bunu sadələşdir bir balaca. Yuxarıdakını vuruqlara ayır. Bunun vuruqları x plus 3, x plus 1. Aşağıdakından x'i çıxarsan, x plus 1. X plus 1'lər getdi. X plus 3 bölünsün x. Ayrı-ayrı kəsr formasında yazsan. 1 plus 3 bölünsün x. İntegral 1 plus 3 bölünsün x. Nəyin törəməsi 1 eləyir? X-in. Nəyin törəməsi 3 bölü x eləyir? 3 dənə ln modulda x-in. Üstünə gəlsin c. 1-5 nöqtəsindən keçir. Gətirə qoyaq yerinə. 1 üstünə gəlinsin 3 dənə ln 1 üstünə gəlsin c bərabərdir 5-ə. ln 1 0-da. C bərabərdir 4-ə. Aydındır mən. Keçdik Newton Leibnizə. Keçdik Newton Leibnizə uşaqlar. Newton Leibnizdən deyəsən sizə az vermişdir. Newton Leibniz. İndi bu yazdıqlarınızdan hansı Newton Leibnizə yazdım? Ha, 2 nəfər yazdım ki, Newton Leibnizdən bunlar. 21, 15. 15. İbat sənin də 15. İntegral 1-dən 2-yə 3'ü attın çölə. Burada qaldı 1 bölünsün 3x minus 2 dx. Nəyin törəməsi 1 bölünsün 3x minus 2 edir? İbad. Deyim müəllim. Ln. İbad yox deyə yəqin ki burada. İndi onun canını alacağım. İbad eşitirsən dostum. İbad məşqə gedib 100%. Telefon açıq qoyub çıxıb gedib məşqə. Hay İbad. Neyse biz deyək də funksiyamızı yerinə yetirək. İbad bəlkə bizə cavab verə bilmir. 3'ü atdıq çölə. 1-dən 2-yə 1 bölünsün 3x minus 2 dx. Aha, nəyin törəməsi 1 bölünsün 3x minus 2 edir? Ln 3x çıx 2 böl 3. ln 3x minus 2 ay sağ ol. ln modulda 3x minus 2 bölürsən x-in əmsalına 3-ə. Üstünə də c gəlmirsən çünki burada sərhəd var. 1-dən 2-yə. 3'lər getdi. Bir dəfə 2 verirsən buna. 2 verirsən ln 5 çıxılsın. Bir dəfə də 1 verirsən buna. 1 versən buranda ln 1 zaten 0'dır. Yox. Səhv yapdı. Müəllim, orada elən 4 olmur. ln 4 çıxılsın ln 1. ln 4'də bizdə ln 2'nin kvadratıdır. Bu da olur 2 ln 2. Olur zaten. 5 sorun cevabı. Devam edelim.
Aha, tamam ediyor uşaqlar. 15'i dedik getdi. Arkasınca vermişsiniz Newton Leibniz'den. Hani 15? 21. 21. Mənfi pi bölü 2'den pi bölü 2'ye 2 dənə sinus x çıxılsın kosinus x integralını hesablayın. Ha? Mənfi pi bölü 2'den pi bölü 2'ye. 2 dənə sinus x. Nəyin törəməsi 2 sinus x eləyir? Mənfi 2 Mənfi 2 kosinus Nəyin törəməsi kosinus x eləyir? Sinus x. sinus x. Ay sağ. Mənfi pi bölü 2'den pi bölü 2'ye. Bir dəfə yuxarıdakını qoy. Mənfi 2 dənə. Özü tələsmədən hamısını səliqəli şəkildə qoy. Sıfıra gedəcək, falan eləyəcək, bunları sonra eləyərsən. Bax, səliqəli bunu yazırsınız ki, mexaniki səhvlər eləmək olmaz da. Bu mexaniki səhvlər elədin, batdı da söhbət. Bir dəfə də mənfi pi bölü 2 qursan. Kosinusda zaten mənfi pi bölü 2 ilə müsbət pi bölü 2 deməkdir. Çıxılsın sinusda mənfi pi bölü 2 qoyursun. Bax, səliqəli belə yazırsan, yox, sənin bura getsin, biraz saniyələrin getsin, birbaşa yazma ki, səhvlərə yol vermə. Kosinus 90 dərəcə sıfırdır. Sinus 90 dərəcədə 1 alır, amma qabağında mənfi var, mənfi 1-dir. Çıxılsın. Kosinus 90 dərəcə sıfırdır. Mənfini qabağa atır bu, olur müsbət. Sinus da 90 dərəcədə olur. Bura olur müsbət 1. Plus 1 olur da bura. Plus 1. 0 plus 1, 1. Qabağında mənfi var, amma minus 1. Cavab elədi mənfi 2. Yəni, burada sən işarə səhv edib 0 yazma ehtimalın ola bilər. 0 yaza bilərsən. Ona görə deyirik ki, sənə nəzərə aldım. Dünya sənəndir, gör başa düşdün. Bəli, müəllim. Newton Leibniz'dən sonra yazıbsınız. Yazırsınız. Hə, 24 yazalım. Müəllim 24-ə baxa bilərsiniz. 24, hə, gördüm. Üstündə ədəd olanlarda bir vahid artırırıq. Bir vahid artırırıq. Kök 2 plus 1. Bölü artırdığımıza kök 2 plus 1'ə. Oldu 0'dan 1'ə kimi. Bir dəfə 1 qoyuruq yerinə. 1'in üstündə kök 2 plus 1 bölünsün. Kök 2 plus 1. Sıxırsan bir dəfə də 0 qoyursan. 0 bölünsün kök 2 plus 1. Bura zaten getdi 0'a. 1 bölünsün kök 2 plus 1. Bunu da qoşmasına vurursan. Kök 2 minus 1'ə vurursan. Kök 2 plus 1'i vurursan kök 2 minus 1'ə. Buraya eləyir 1. Cavab olur kök 2 çıx 1. Yəni üstündə ədəd olanlarda, ədəddir də bu da bir kök 2'dir də. Bir vahid artırırsan, bölürsən, nə yaranırsa ona bölürsən də. Aydındır müəllim. Otuz nömrəli sual. Mənfi 2'də 1'dən 2'də 1'ə. Buranı deyir hesablayaq. Hesablayaq. Nəyin törəməsi y üstündə 4x edir? Y üstündə 4x bölünsün 4'ün. Mənfi 2'də 1'dən 2'də 1'ə. Bir dəfə 2'də 1 qoyursan yerinə. Olur y üstündə 4'ü 2'də 1'ə vuranda 2 eləyir. Bölünsün 4. Buradan çıxırsan. Bir dəfə də yerinə mənfi 2'də 1 qoyursan. 4'ü mənfi 2'də 1'ə vuranda mənfi 2 bölünsün 4. Düzdür mü? Hər ikisində 4'də 1 var. Çıxart çölə. Oldu y üstündə 2 çıxılsın y üstündə mənfi 2. Otuz. Aydın saat gedəydi ondan. 31 də elə ondandır. 38'i verib şagird bizə. İntegral A'dan B'ye 4x plus 3 dx. Nəyin törəməsi 4x eləyir? Deməli 4'ü attın çölə, bir vahid artırırsan, bölürsən artırdığını.
2x kvadratının. Həqiqətən də 2x kvadratının törəməsi 4x eləyir də. 2x kvadratının. Nəyin törəməsi 3 eləyir? 3x-in. A-dan B-yə kimi. Bərabərdir 6-ya. A plus B də bərabərdir 7-yə. B çıxanı soruşur. Bir dəfə B qoyursan yerinə. Olur 2B kvadratı. Üstünə gəlsin 3B. Çıxırsan A qoyursan yerinə. 2A kvadratı plus 3A. Bərabərdir 6-ya. 2B kvadratı plus 3B. Çıxılsın 2A kvadratı. Çıxılsın 3A. Bərabərdir 6-ya. Burada da 2B kvadratı çıxılsın 2A kvadratı. Bunu qruplaşdır. Bunu yazarsan 2 vurulsun B çıx A, B plus A. Üstünə gəlinsin. Bunların ikisini qruplaşdır. 3'ü çıxardarsan B çıx A. Bərabərdir 6-ya. B plus A var da bizdə. B plus A bizdə 7'dir. Bura bizdə 7'dir. 14 eləyir bura. 14 dənə B çıxardın üstünə. 3 dənə B çıx A gəlirsən. Eləyir 17 dənə B çıx A. Bərabərdir 6-ya. Buradan B çıxanı tapırsan ki 6 bölünsün 17. Bu da 38-ci sual. Aydındır müəllim. Qırx bir. İbad buradasan. Bəli müəllim. Hardaydın ha İbad? Dostum. Kitab götürməyə getmişdim müəllim o bir saat. Hə, yaxşı. Sinus 2x nəyin törəməsi sinus 2x eləyir İbad? Mən mənfi 2-də 1 kosinus 2x. Bəli, mənfi kosinus 2x bölünsün 2. Sıfırdan pi bölü 2'ye. Bərabərdir A çıxılsın 1. Bir dəfə yerinə pi bölü 2 gətir qoyursan özdə tələsmədən. Mənfi kosinus 2'ni pi bölü 2'ye vuranda eləyər pi. Yedir, mənfi 1 alır oradan. Bundan çıxırsan bir dəfə də 0 qoyursun yerinə. 1 edir o. Mənfi kosinus 0 bölünsün 2. Bərabərdir A çıxılsın 1. Kosinus pi'də alır sən demişkən mənfi 1. Mənfi mənfiyə dəyir müsbət 1. Buraya eləyir 2'də 1. Mənfi mənfiyə dəyəcək olar müsbət. Kosinus 0'da alır 1. 2'də 1. Bərabərdir A çıxılsın 1. A çıxılsın 1 bərabərdir 1'ə. A da bərabərdir 2'yə. Aydın da. Bəli müəllim. 43 və 44. 43 nömrəli sual. Mən burada sinus 2x plus sinus 2x plus 3x'in tutturudur. Bəli. Əgər sərhədlər eynidirsə, onda bir dənənin daxilində yaza bilərsən də. Yəni bu sərhəddi buradan götürüb bir dənə eləyirsən bunu. Bir dənə elədin, qaldı belə. Oldu belə. Burada buradan buraya qədər bizdə tutturdu, bəli. Bizdə bura sinus alfa plus beta'nın tuturdu. Yəni sinus 5x eləyəcək. Yəni dostlarım, sizlər tutturub bilməlisiniz. Sinus alfa plus beta. Sinus alfa kosinus beta. Kosinus alfa sinus beta. Bunu bilməlisiniz ki, bunu görən kimin tutur olduğunu biləsən. Nəyin törəməsi sinus 5x eləyir? Mənfi kosinus 5x bölünsün 5. Sıfırdan pi'yə kimi. Bir dəfə pi qoyursun yerinə. Olur mənfi kosinus 5pi bölünsün 5. Çıxılsın. Bir dəfə 0 qoyursun yerinə. Mənfi kosinus 0 bölünsün 5. Tələsmədən bu prosesi yerinə yetirirsiniz. Mən dəfələrlə uşaqlarda müşahidə eləmişəm ki, burada mexaniki səhvlər havada uçuşur. Kosinus 5pi. Kosinus 5pi'də nə alır? Müsbət 1 yoxsa mənfi 1? Baxın uşaqlar, cütlər bunlardır. Bura 2pi'dir, 4pi'dir, 6pi'dir və s. Təklər buralardır. Yəni pi'dir, 3pi'dir, 5pi'dir, 7pi'dir, təklər bunlardır. Bura təkdir də görürsən. Burada kosinus nə alır? Mənfi 1. Mənfi mənfiyə dəyir müsbət. Olur 5'də 1.
plus, mənfi mənfi dəyər olur plus 5-də 1. Cavab elədi 5-də 2, yəni 0,4. 43-də də oldu bizdə D variantı. Dörd deyimiz. 46 da vardı onun. 46-ya baxaq. Kos alfa vur kos bettanın açılışını deyələ İbad. Tam 2-də 1 müsbət kosinüs olur. 2-də 1 kosinüs alfa plus beta çıxılsın kosinüs alfa minus beta. Çıxılsın yoxsa toplansın? Toplansın olur onun. Çünki ikisi də plus. Ha. Sıfırdan 2 pi'yə qədər kosinus 2x vur kosinus 7x onu da açaq biz. 2'də 1 kosinus alfa plus alfa minus beta yəni kosinus 5x üstünə gəlsin kosinus alfa plus beta yəni 9x. Deyil. Bax bu düsturun tətbiqidir uşaqlar. Bax burada səndə sual işarəsi yaranmalı deyil. Müəllim necə oldu buradan bura gəlib düşdü? Bu düsturdur. Kos alfa vur kos betanın açılışını öyrənsən çox bomba olar. 2'də 1 attın çölə. Nəyin törəməsi kosinus 5x eləyir? Sinus 5x böl 5'i. Nəyin törəməsi kosinus 9x eləyir? Sinus 9x böl 9'un. Sıfırdan 2pi'yə qədər. Bir dəfə yerində 2pi yazırsan, sonra çıxacam 0 qoyacam yerine. 2'də 1, bir dəfə yerinə tələsmədən 2pi qoyursan. Sinus 10pi bölünsün 5. Üstüne gəlinsin. Sinus 18pi, yəni 9'u vurduğunda 2pi'yə. X'in yerine 2pi yaz. Bölünsün 9. Bundan çıxırsan, bir dəfə gətirib 0 qoyursan. 2'də 1, sinus 0 bölünsün 5. Üstüne gəlsin. Sinus 0 bölünsün 9. Sinus pikalarda zaten 10pi'də, 5pi'də, 8pi'də, yəni pikalarda 0 alır. Buraya eləyir 0. Sıfırda da 0 alır. 0. Sıfırdan 0 çıxdın 0. Aydın var. Burada tutalım. İnşallah. Buraya kadar vermiştim. Ne diyorsun size? Düzdü mü? Bəli. Bəli. Lap yaxşı. Deməli bizim ev tapşırığımız nə olacaq? Böyle bir benim düşünüm ki bizim proqramımız necə olmalı? Bunu sonlandırmaq bu heç. Bunu sonlandıraq. Burada neçələrə qədər qalmışdı? 46. 46'dan gəlsin 115'ə. 115'dən 146 çıx görək. Çıxabilirsən 115'dən 46. 70 dənə də. 69. Ay sağ ol, sən dəqiq çıxdınlar. 69 dənə. 69 orada. Həqiqilər də hududlanmışı. Məncə saxlayaq onu. Gəlin dəfəyə. Bu dəfə sizə eksklüziv olaraq nələr verəcəm hətta. Hətta nələr verəcəm. Deyəcəm indi bircə dəqiqə.
2024, 2003. Uşaqlar, bizim bu dimin model testlərimiz var. Sizə göndərirəm, tanış olarsınız. Son təkrar kimidir bir növ? Çətindirmi? Çətindir məncə. Hə, modeldir də, yəni çətindirmi? Çətindir. Burada TQDK-nın da, yəni əvvəl, sonradan adını qoydular DIM. Biz TQDK olaraq tanıyırdıq da. DIM-in test bazasında olan suallar da elə bilin ki. Hansı ki, həmin suallardan test toplusunda olanlar da var, olmayanlar da var. Bilirsiniz necə? Yəni test toplusunda olmayıb, bazada olan suallar da var aralarında. Aralarında test toplusundan çıxarılan suallar da var. Eləsi də var, test toplusunun özündə də var. Yəni bircə dəqiqə sizlə model bölüşürəm. Hə, tapdıq. Bir modeli göndərdim sizə. 25 dənə burada sual var. Nəzərə alın ki, yəni bu bazada olan çətinliyi artırılmış suallardır. DIM-in bazasında olan, yəni TQDK-nın bazasında olan suallardır. Elə sual var ki, test toplusunda var. Elə sual var ki, test toplusundan çıxarılıb. Çıxarılmanın səbəbi ya proqramdan çıxarılıb, ya da ki, sualda hər hansı bir səhvliyin olmasıdır. Bax, belə şeylər ola bilir. Amma bilin ki, məsələn, keçən il ikinci şansa bizim bu model testlərdən ikinci şansda da, birinci qəbulda da model testlərdən sualları göstərərəm sizə. Hansı ki, biz uşaqlarla işləmişdik. Mən paylaşmadım onları, gələ paylaşarım. Biz uşaqlarla bu model testləri işləmişdik. Model dediyimiz, yəni bu standart buraxılış kitabçalarında olan modellər deyil də. Model dediyimiz nədir? Birbaşa imtahan modelinə uyğundur. Qrupda kim yoxdursa da mənə yazsın, özünə göndərim onu. Dərsdə burada kim var? Qrupda yoxdursa mənə yazsın, göndərim onu. Ona da göndərim, o baxsın. İndi bilmirəm. Sizə 69 burada, 25 dənə orada, bir dənə də model versəm, olar 50 dənə bomba kimi. Sizə göndərdiyim model adı nə idi onun? Neçənci ildə o? Neçənci il yazılıb? 2005. Hə, 2005 yazılıb. Gəl sənə 2009 yazaq. Bu 2009-un cavabları yoxdur, problem yoxdur. Yazarsınız, biz onların cavablarını özümüz çıxardıb verərik sizə. Məsələn, ora baxın, 2009-da o ikinci sual var, loqaritma sualı. Məsələn, bu bizim test toplusundan çıxarılmış suallardan biridir. Amma əvvəlki illərdə test toplusunda olub. Yəni, deməli, bazada var da bu sual. Sual bazada var, onu xatırlayıram. Sonra, məncə 24-cü sual, trapesiyaya aid olan sual. Bu da deyəsən çıxarılıb bazadan. Şeydən çıxarılıb.
Deməli, bunları ver. Mən siz Bəli, ikinci şansa da hazırlıq keçəcəksiniz. bəli, bəli, ikinci şansı da geçsin. Aydın. Deməli, e, bir də uşaqlar, mən sizlə proqram bölüşmüşəm ha. Sınavlar qrupuna göndərmişdim, baxdınız da proqrama. 11-ci cavablarının zəmanət olması görməliydi. Hə, elə yeri gəlmişkən onun cavablarını göndərin. Sonra Ayda, onun cavablarını hara atmışdım mən? Göndərdim axı onun cavablarını, göndərmədim. Xeyr, oyun. Onda bir dəqiqə. Mövzu adı necə gedirdi o? Həqiqətdədirlər. Sadə həm də figurlar. Məncə budur. Bu göndərəcəyim cavablarda oxuyan şagirdin cavablarıdır. Ola bilər ki, onların arasında səhvliklər geçsin. Onu da ki, uyğunlaşdıraraq baxarıq suallarınıza. Cavabları göndərdim. Hə, gəldik bu əsl bölməmizə. Deməli, biz burada nə edirik? Biz burada nə edirik? Sizə nəyi izah etməliyəm? Bir, bizə təsəvvür edin ki, fx funksiyası cüt funksiyadır. Fx funksiyası cüt funksiyadır. Ümumiyyətlə, fx'in cütlüyünü qoyub qırağa. Sənə bir şey deyim. İntegral yazırsınız ha, sıfırdan 4'ə kimi. Məsələn, x dx. Bunun mənasını bilirsiniz nədir? Bilməm. Keçən dərs sizə izah verdim, yoxsa elə belə vermədim, heç nə demədim. Bunun mənası nə deməkdir uşaqlar? İzah vermişəm bunun. Yəqin ki, yox. Baxın, Diferensiallar. bunun mənası bilsən nə deməkdir? Bunun mənası o deməkdir ki, tapılıb. sıfırdan 4'ə kimi sıfırdan 4'ə kimi x funksiyasını absis oxu ilə hududlanan fiqurun sahəsi. Baba, sənə biraz açıq danışım. İri bərabərdir x funksiyası belə bir funksiyadır. Bir də buna bax. İri bərabərdir x funksiyasına biz deyirdik birinci və üçüncü rubun tənböləni. İri bərabərdir x funksiyası belədir. Sıfırdan başlayır 4'ə qədər. Əslində bu yazılış bilirsiniz nəyi göstərir? Sıfırdan 4'ə qədər. Baxın, buranı göstərir. Sıfırdan 4'ə qədər x funksiyası ilə ox oxu arasında hududlanan fiqur deyirlər. Hududlanan fiqur deyirlər. Əslində buna bax, 4 veriləndə buna alır. 4 alır. Buranın sahəsini necə tapa bilərsiniz uşaqlar? 4 vur 4 bölü. Kvadratın yarısı. 4 vur 4 bölü 2 nə qədər eləyir? 8. Bunun cavabı 8 eləyəcək. Gəl baxaq, nə danışmaq istəyirik? Sıfırdan 4'ə kimi, əslində integral kimi hesablayaq bunu. Nəyin törəməsi x eləyir? X kvadratı bölünsün 2'nin. Sıfırdan 4'ə kimi. Bir dəfə 4 qoyursan yerinə, 4'ün kvadratı bölünsün 2. Çıxırsan, bir dəfə 0 qoyursan yerinə. Belədir 8. Hududlanan fiqur söhbəti əslində buradan gəlir. Hududlanan fiqur söhbəti əslində buradan gəlir ki, başa düşəsən. İndi buna bax. Məsələn, sual yazırıq ha biz. Sual yazırıq. İntegral sıfırdan yazmıyor. 2'dən 4'ə kimi x kvadratı dx. Bunun mənasını sənə izah edeyim ki, x kvadratı funksiyasının, yəni belə bir parabolanın x kvadratı funksiyasının 2'dən 4'ə qədər
absis oxuyla əhatələnən hissəsinin sahəsidir. Buradır bax. Sənin tapdığın buradır. 2-dən 4-ə qədər x kvadratı funksiyasının OX oxu arasında qalan hududlanan fiqurun sahəsidir əslində. Sən əslində bunu tapırsan. Məsələn, o bayaqçı sualı, bayaqçını, buradan şəkildən tapmaq olardı. Amma buradakını bu şəkildən heç vaxt tapmaq olmaz. Əyridir axı burada. Bu şəkil nədir? Mən necə tapım orada? Ona görə bunu elə adi qaydada hesablayırsan. X kubu bölünsün 3-ün 2-dən 4-ə. 4 verirsən, 4-ün kubu bölünsün 3, çıxılsın 2-nin kubu bölünsün 3. Və hesablayırsan gedir. Yəni biz o müəyyən inteqralı hesablayanda əslində hansısa bir sahəni tapmış oluruq. İntegral sahə deməkdir onsuz da. İntegrala deyirlər əyri xətli trapesiyanın sahəsi, yəni əyri bir fiqurun sahəsi, hər hansı bir funksiyanın sahəsi. Və indi sənə burada göstərəcəyim məlumat nədən ibarət? Hələlik bu bölmə üçün. Bu növbəti bölmədən danışmıram. Yəni bundan danışmış oldum əslində. Bura bax, əslində biz ştriklənmiş hissənin sahəsini hesablayın. Necə yazacaqsınız uşaqlar? İntegral hardan hara kimi? 1-dən 3-ə. 1-dən 3-ə. 1-dən 3-ə 1 bölü x funksiyasında 1 bölü x dx. Və salam, ged hesabla. Cavabı tam. Biz bu bölmədən bunu saxladım növbəti dəfəyə. Bundan daha yenə danışacağıq onsuz da. Amma sənə elə bu bölmədə izah edirəm ki, sən başa düşməlisən də, müəyyən integral keçirsənsə başa düşməlisən. Deməli, mənim sənə burada verəcəyim nə var? 1. Fx funksiyası cütdürsə. Fx cütdürsə. Bunu bir dənə nümunə ilə görsədeyim, sonra geri qalanını izah edeyim. Bura bax. Fx təsəvvürlə cüt funksiyadır. X kvadratıdır. Gəlin x kvadratının integralını tapağın. Məsələn, -2-dən 2-yə kimi x kvadratının integralını tapaq. X kvadratının integralı x-in kubu bölünsün 3. -2-dən 2-yə kimi. Siz görürsünüz, cüt funksiyanın integralı təkdir. Cütün integralı təkdir. İndi 2 qoyursan yerinə. 2-nin kubu bölünsün 3, çıxılsın. Bir də -2 qoyursan yerinə. -2 qoyanda qabağına mənfi atacaq, olacaq müsbət. Oldu 2 dənə 2-nin kubu bölünsün 3. Ona görə də biz burada qaydalaşdırırıq bunu. Belə bir şey yazırıq. Fx cütdürsə, -a-dan a-ya kimi, -a-dan a-ya kimi fx dx bu əslində 0-dan a-ya kimi 2 dənə 0-dan a-ya kimi fx dx. Nə demək istədiyimi başa düşmədin? İndi sənə gəl funksiya ilə izah edeyim. Qoy otursun yerinə. Funksiya ilə başa düşəcəksən mən nə deyirəm. Çox qəşəng başa düşəcəksən. Baxın, x kvadratı funksiyasıdır, hə? Bu yuxarıdakına baxın, baxın, bunu deyirəm. -2-dən 2-yə x kvadratı bilirsiniz nə deməkdir? -2 buradır, 2 də buradır. -2-dən 2-yə x kvadratı deyəndə biz bu sahələri nəzərdə tuturuq. Bir buranı, bir də buranı. Mən də bura nə yazmışam? Baba, bura nə yazmışam bu kvadratın içinə? Bu zalının içinə nə yazmışam? Yazmışam ki, -2-dən -a-dan a-ya qədər fx dx əslində 2 dənə 0-dan a-ya qədərdir. Həqiqətən də uşaqlar, bu sahə ilə bu sahə bir-birinə bərabər deyil. -2-dən 2-yə qədər olan sahə elə 2 dənə 0-dan 2-yə qədər olan sahəyə bərabərdir də. Əgər fx cütdürsə. Bunu da biraz gez başa düşür uşaqlar, amma başa salacağıq. 2. Fx tutaq ki, təkdir. Gəl, sənə bir dənə nümunə yazın. Fx bərabərdir x-in kubu. -2-dən 2-yə qədər deyir x-in kubunu hesabla.
Tək funksiyanın inteqralı nədir? Cüt. X 4 böldü. Mənfi 2-dən 2-yə qədər. Bir dəfə 2 qoy yerinə. 2 üstündə 4 bölünsün 4. Bir dəfə də mənfi 2 qoy yerinə. Yenə 2 üstü 4 bölünsün 4. Bu eləyər 0. Ha, bunu da qaydalaşdırası olsam sənin üçün. Qaydalaşdırası olsam sənin üçün. Yazaram ki, fx tək isə mənfi a-dan a-ya qədər fx deyib bərabərdir 0-a. Sonra baxın bu ikisinə. Bunu tətbiq də edə bilərsən. Bəzi uşaqlar deyirəm ki, tətbiq eləmə. Özü soruşsa sənə, özü versə nəsə bil də. Yəni, özü soruşsa bil. Bunları özü soruşsa bil. Özü soruşsa harda? Əslində, tutaq ki, burada özü sənə suallar verəcək. Baxın, görürsünüz. Fx tək Jx cüt funksiyadır. Gəlin birincini tapaq. Uşaqlar, fx təkdirsə, mənfi a-dan a-ya qədər fx hara getməlidir? Tək olanda hara gedirdi? 0-a. Tək olanda fx yoxa çıxmalıdır. Cüt olanda nə olurdu? 2 misli. Baxın, mənfi a-dan fx təkdir. Təkdirsə bu gedəcək mənfi a-dan a-ya qədər, bu gedəcək 0-a. Jx cütdürsə olacaq 2 dəfə. 1-ə uyğundur C variantı. Sizcə 2-yə hansı uyğundur? Y variantı. Necə? 2-yə. Y variantı. Y variantı da bir də B variantı. Elə deyil? Deyir, Bəli. fx cüddür, jx təkdir. Təkdirsə əgər gedəcək 0-a. Tək getdi 0-a. Çünki mənfi a-dan a-ya qədər simmetriya aparacaq da bir-birini. Fx mənfi a-dan a-ya qədər 2 dənə. Burada da həmçinin jx gedəcək 0-a. Mənfi a-dan a-ya qədər 2 dənə. Deyəsən tutmadı camaat. Başa düşdümü? Ya əzbərçi eləməliyik, ya da mən səni başa salmaq üçün o qədər bayaq geniş danışdım. Hətta onun funksiyasına da istinad elədim. Yəni, nə lazımdır verdim sənə. Son çarə, son yol, son qapı əzbərçilik. Ha, jx təkcə 0-dır, cüddürsə 2 misli. Onu başa salmağım üçün hər şey elədim. Son çarə, son qapı odur. Təkcə 0-dır, cüddürsə nə bilim. 2 misli. Səadət, sən indirim, qoy yuxun gəlməsin. İntegral f'(x) nəyə bərabərdir? Bir cümlə. Necə müəllim? İntegral f'(x) nəyə bərabərdir? Fx idi. Aç, Deyil. fx 4 al. Fx mənfi 4-dən 0-a. İntegral f'(x) fx idi. Bayaq danışdıq. Mənfidən 5-ə. Всё, gətir qoy yerinə. Bir dəfə 0 qoy yerinə. F0 çıxılsın f-4 üstünə yensin. Bir dəfə 5 qoy yerinə. F5 çıxılsın f-2. Всё. F0 nəyə bərabərdir ay uşaqlar? Hə? -4-ə. Olmadı ki. Olmadı axı. Nəyə müəllim? 2-də. F0 2-yə bərabərdir. Uşaqlar, bu nöqtənin koordinatları neçədir? 0, 2 deyil. F0 2-yə bərabərdir. F-4 nəyə bərabərdir?
sıfıra mı aydınım? Sıfıra. Sıfıra. Bu nöqtənin koordinatları nədir? -4 0 deyil. -4'də 0 alır. Sıfıra. F5 nəyə bərabərdir? 6. 6. 6. F-2 nəyə bərabərdir? 4. 4. Bal kimidir, hesabla getsin. Bu suala özünüz baxarsınız. Müəllim ümumiyyətlə kiminsə izah elədiyi sualdan müəllim olsun, şagird olsun, bir özün baxıb dərk eləməlisin. Özünüz baxacaqsınız, başa düşmədiyiniz halda soruşacaqsınız, onda oturacaq yer. Bir dənə sənə nə izah eləməliydim? Hə, hə, hə. 3 dəfə hə. Başa düşdüm nə izah eləyəcəm. -5'dən -2'yə modulda x dx. Uşaqlar, sual verilib ki, -5, -2 aralığında modulda x dx integralını hesablayın. Biz görürük ki, -x -5'dən -2 aralığında qiymət alacaq. -5 ilə -2 aralığında qiymət alacaq deyə, onda modulda x-dən nə çıxacaq? X sıfırdan kiçik olanda modulda x-dən nə çıxırdı? -x. X sıfırdan böyük olanda modulda x-dən nə çıxırdı? X. Ona görə də -5, -2 olduğu üçün buradan -x dx çıxardırsan. Nəyin törəməsi -x eləyir? -x kvadrat bölünür. -5'dən -2. Все, qoy yerinə hesabla getsin. İndi sual olsa belə. Məsələn, 5'dən 8'ə kimi modulda x dx nə çıxardarsan buradan? X. Dx. Mən sənin yerində olsaydım bir dənə qəşəng sual verərdim, amma vermirsən də sənə ilk. Kim burada bir dənə mənə sual verər? Bir düşün. Müəllim, birində mənfi olsa, o birisində müsbət olsa, onda necə eləyək? Tamamilə doğru. Qəşəng sual. İstədiyim sual oydu. Məsələn, sual verilib ki, bizə uşaqlar -3'dən 5'ə modulda x dx. İndi neyini uşaqlar? Mənfi çıxardaq, müsbət çıxardaq. Aha, intervalı 2 yerə bölək. Mənfilərə 1 baxaq, müsbətlərə 1 baxaq. -0,05. Bəli, -3'dən 0'a modulda x dx, bir də 0'dan 5'ə modulda x dx. 2 yerə parçalayıb baxaq. -3'dən 0'a kimi onsuz da buradan mənfi çıxacaq. 0'dan 5'ə də onsuz da buradan müsbət çıxacaq və salam hesablayacağım gedəcək. Aydındır uşaqlar. Yəni biz bu integralı belə bölə bilərik. Məsələn, 2'dən 8'ə fx dx integralını mən belə yaza bilərəm. 2'dən 5'ə fx dx plus 5'dən neçəyə? 5'dən 8. -1/2'dən 0'a. Kökün altında 1 minus kosinus kvadrat x kökün altında sinüs kvadrat x. Kökün altında kvadratdan nə çıxır? Modulda sinüs x. -pi/2'dən 0'a hansı rübda uşaqlar? 4-cü rüb. 4-cü rüb. 4-cü rübdə sinus nədir? Müsbətdir, mənfidir? Mənfi. Onda moduldan necə çıxardarsan bunu? Mənfi sinüs x. Mənfi sinüs x. İndi nəyin törəməsi mənfi sinüs x-dir?
Kosinus x. Şurada qoy hesabla getsin. Razılaşdıq ay uşaqlar. Aydındır. Modulu da dedik sənə. Bax, modulda da artıq çətinliyin olmayacaq. Modulla da problem yaşamayacaqsan. Hə, keçən il bloka düşən sual buydu bu. Nəyin törəməsi 1 bölü x eləyir? ln x. Ln x. ln x. 3-dən aya kimi. 3-dən ln 2. A qoyursan yerinə. ln a çıxılsın. ln 3 bərabərdir. 3-dən ln 2. ln çıxma varsa bölməyə keçsən. A bölü 3. Burada da bərabərdir. ln nəyə? 8'e. 8-ə. A bölü 3 bərabərdir 8-ə. A nəyə bərabərdir? 24. Məncə kifayət qədər asan sual düşübdə integral. Yəni blok imtahanına keçərik. Neçənci qrupların? Bu ikinci qrupların. Səhv etmirəmsə ikinci qruplar. Məncə çətin deyil də bu integral. Yəni tipik 1 bölü x-də nəyin törəməsi 1 bölü x? Yazmaq olar. Düzdür. Papitu dərsə gəlib gedən şagird yazmıyor. Aha. Uşaqlar belə, dərsimiz bu qədər. Gecəniz xeyrə. Özünüzə yaxşı baxın, özünüzdən müğayət olun. Sağ olun müəllim. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Gecən Sağ olun. Sağ olun, sağ olun, sağ olun.